Az deyə görüm az. Eləmə, qaratma mənə. Məni qarla döyürsən, sən? Evdə qardan başqa bir şey keçir kəlmə. Yeni il günü məktub yazıb səni arzu elədiyim günə daş düşəydi. Bu arzular heç vaxt dəyişmir. Qulaq ası. Nəyə pisdir ki, gül kimi qəşəng evimiz var, xizəyimiz var, maralımız var. Nəyə pisdir ki? Nəyə pis ki deyirik? Laplandiyada yaşayırıq, evimiz də buzdandır. Yaxşı da cəhizlikdə xaldenik gətirməmsən də, qavağa düşmüsən. Nədir? Bax, bu qədər gözəl bizim qəşəng soyuq ocağımız var. Nəyin çatmır? Nəyim çatmır? İstiliyim çatmır. Soyuqdur, başa düşdün. Üşüyürəm, donuram. Az neyim, kombi qoşum ev ərisin. Mən sənə ərə gəlməmişdən qabaq, bu ev 4 mərtəbəli idi. Sonraki illərdə düşdü 3 mərtəbəyə, indi də 2 mərtəbə olub. Əriyə gedirik. Ərisin də, biraz ərisin, su olar, suda nəfəs almağı öyrənər. Mən neyim? Qlobal istiləşmə gedir də dünyada. Mənim günahım var orada. Sən heç nə eləmirsən. Niyə bir insan ərinə çörək alda məktubla deməlidir, hə? Mən məktub olmasa arzuları yerinə yetirəmirəm. Mən o boyda ailəmi qoydum. Gəldim sənin yanına. İndi ölürəm burada soyuqdan. O boyda ailəsini qoyub, o boyda ailəsini atıb gəlib mənim üstümə. Sənin ailən elə atılası ailə idi. Sənin bacın Kosa ilə evlənib. Sənin maman divə ərə gedib, divə. Mən sizə elçiliyə mağaraya gəlmişəm. Səni atandan istəmək üçün 40 gün atanla dalaşmışam. 40 gün dalaşandan sonra bilmişəm ki, ürəyi quşdaymış. Quşu öldürdüm, səni aldım. Super Mario'dur bu. Gör, biz neçə ildir ki evliyik, sən heç bir yeni ildə mənim yanımda olmamısan. Ay qız, bunun çox məntiqli cavabı var. Mən Şaxta babayam, yeni il günü işləyirəm mən. 365 günün, 364 günlük mən bu divanda otururam, bütün gün evdəyəm. Bir gün işə gedirəm, onda da deyinirsən, sənə yaranmaq olmur da. Neyniyim, mənə dəxli yoxdur. Bu ildə mənim yanımda ol, yeni ildə bir gün o tərəfə at. Yeni il bir gün o tərəfə atım? Yeni il bir gün o tərəfə at, nədir? Yeni ili mən bir gün o tərəfə atsam, dünyada yeni il gecikəcək. Özdə bu nə məntiqdir? Mən yeni ili bir gün o tərəfə atsam, yeni il olacaq yanvarın biri, mən yenə evdə olmayacam da, işdə olacam da. Mənə heç bir dəxli yoxdur. Mənim bugün ailəm gəlir, sən də mənim ailəmin yanında olmalısan, o süfrədə oturmalısan. Mən gedirəm, uşaqlara hədiyyə verməliyəm, mən vəzifəmi yerinə yetirməliyəm, mən işimin başında olmalıyam. Gedirəm mən. Sən də deyirəm özümə bir normal iş tapmadın da. O vaxt elə bacım deyirdi, gəl səni keçənlə evləndirə. Kül mənim başıma, ağlım olmadı. Keçənlə desən də yumurta döyüşdürür də. O yumurta döyüşdürə. Özünə maşın alıb, ferma açıb, evi var. Bir də özünə bax, xizəkdən başqa heç nəyin yoxdur. Bizim də çörəyimiz xizəkdən çıxır da, ağayra. Gəlib özünə normal iş tapardın da. Heç olmasa xizəyə qoş taksiyə, taksabatlıq elə. Mənim xizəyimin ili köhnədir, taksiyə qoşanmıram. Özdə nəyi pisdir ki, xizəkdir də, səni aparam göyləri gəzdirirəm, yuxarı göylə gedirik. Sən nə denən ki, biz göylə gedirik. Yaxşı, olmuyor. Qulaq as, bir dənə söz deyim sənə. Papağım düşdü. Yaxşı oldu. Bu papaqla gəzməyi yığışdırmaya gərək evdə. Qulaq as. Mən çox üzr istəyirəm səndən, amma işimin başında olmalıyam. Mən getdim işə. Gedimi yeni il gəlməlidir. Mən olmasam yeni il gəlmir. Hara gedirsən? Bax, sənə deyirəm. Sən əgər çıxıb getsən, mən səndən boşanacağım, çıxıb gedəcəm dədəmin xarabatına. Oyda, bu söz ilk dəfədir belə çuq yerinə oturdu. Doğrudan sənin dədənin xarabası var. Xaraba deyir o. Hadi, gəldilər. Gəldilər. Bacım, gəlmişsən. Nətərsən Kosa? Ay Kosa, bu Bespantovu da salam verir bir də. Bilmirsən, o mahnı oxumasan salam vermir. Ay Kosa, gəlsənə, gəlib salam versənə. Bacanaq, nətərsən, nə var nə yox? Yaxşıyam, sən nətərsən? Yaxşıyam. Sən nə əcəb evdəsən bugün? Nə əcəb gedib o pulsuz para sədiyyələrindən paylamamısan, Yenə mən hədiyyə paylayıram, sən hədiyyə alırsan cəmaatdan.
Dilənçi kimi hamıdan hədiyyə yığırsan. Utanmaz keçən dəfə TikTok-a çıxıb. TikTokda deyir ki, a TikTok-a gəlsə də canlıya şir atsana, balansı doldursana. Əzbərləmirsən ha? Deyəsən qayd edib baxırsan arada, hə? Əzbərləməmişəm. Keçən dəfə keçənlə sən PK-nı gördüm. Saz qırmaqdan PK oynuyordunuz. Oradan yadımda qalıb. Oradan bu keçalardadır. Keçəl gedib Türkiyəyə. Niyə? Dedi özümə saç əkdirəcəm. Sən buraxıram bu işlərin başını. Gördün? Saç əkdirir. Ona bax, bolamaya saçdan. Gəl bacı, gəl. Gedək sənə təzə otağımı göstərim. Əriməmiş. Düzdür, otaqlar ərir. Uşaq otağı elirdik, əridi. Oğlum, bu nədir? O nədir ha? Qaynatamız dibi də gətirmişik də, o da gəlir. Mən doymadım, yeməyə nə var? Nə olub ya? Bunda bes pantov. Bir dənəsi adam salam vermir. Qulaq az. Sən nə yedin, nə doydun ha kişi? Həyətdə 3-4 dənə maral var idi, elə bastım yedim hamısını. Mən marallarını yeyim. Mən maşınımı yeyim bu. Sən marallara maşırım deyirsən, hə? Neçənci ildir sən o maralların? Bizə nə qədər ot yeyirlər? Məndə heç olmasa maraldır. Sən keçi sürürsən, hala keçi. Qardaş, keçi sport sayılır. Sən bilirsən mən ona nə qədər drift eləyirəm? Məni drift elədi. Qulaq az. Bu quş var ha. Mən bu quşu öldürmədim. Bu sənin ürəyin deyil. Bu təzədən necə yaşayır bu? Mənim ürəyimdir bu. Stent taxtırmışam. Deyirəm. Nətənsən ürək? Yaxşı oğlan ürəyini quşa verməz. Amma neysə də özün bilərsən. Mənlə məsələniz bu. Yox. Hindişka boğazı. Batıb gəl. Bu söz gəlişi demir ha belə şeyləri, doğrudan yeyir. Mənim toyumda afisiyantımın cibinə 5 manat bastı. Sonra afisiyantı yedi. Özdən mənə duşet süzürdü həmin vaxt afisiyant. Mənə də süzürdü o duşetsə. Deyirdim, dəyiş belə yarısı yox idi, yenə süzürdü. Qulaq as, bu maralları bastım yedim, bunun biri xıttəyimdə ilişib qalıb. Su var içməyə. O babindəndir. Su, bir dənə gözlə. Gözlə, mən bilirəm sən deyinəcəm. Yemə. Ala get bundan su süz, özvə iç. Buna bax. 100 ildə aşüsən variantını yeyir də. Üləyim düşmüşdü. Ürəyini yerə qoyma. Bu kim idi? Qaynanamdır da. Süpürgəni saxlamağa yer tapa bilmir, fırlanır bəyəxdən. Qaynanas fucking qaçmaq yadından çıxmasın! Yəqin açar. Yəqin açar, hə. Necə idi bacı? Otağımız xoşuna gəldi. Yaxşı idi, amma elə bil biraz pəncərələr böyük idi. Bir də deyəsən mətbəxlə dəhlizin arasını açmısınız. Ay qız, o pəncərə deyildi, divar idi əriyib. Evdə hər şey əriyə-əriyə gedir, arası açılır. Az da gəlmişkən ailən də gəlib. Xoşbəxt bizim bu soyuq yuvamızda oturun, əylənin. Mən getdim yeni ili qarşılayıb. Hara gedirsən, hara gedirsən? Mən kimsə tutub. Kim tutub? Həcc olur. Hə. Danışdıq axı bunu, evdə olacaqsan bugün. Ay qız, mən gedib yeni ili qeyd eləməliyəm, axı cəmaət mənə gözləyir. Bu mənim bayramımdır, siz başa düşmürsünüz. Bu bayram mənə özəldir. Sən yeni ilə bayram deyirsən, bayram mənim bayramımdır. Sən ki, nədir yeni il bir gün olur ki, ötür keçir, heç bilmirsən ki, nə baş verir. Mənim bayramımın öncədən anonsları olur. Gün çərşənbəsi var, su çərşənbəsi var, ot çərşənbəsi var, torpaq çərşənbəsi var. Sonra da 4 gün cəmaət bayram eləyir. 19, 20-si, 21, 22-si. Bu nədir, elə bir konsert versən? 19, 20, 21. Hə, istəsəm konsert də verərəm də. Novruza aid bilirsən nə qədər mahnı var. Nə qədər mahnı? Məsələn, Novruz gəlir, yaz gəlir, bir əlində saz gəlir. Bir əlində xonçası, açıb gülün qönçəsi. Bülbül Bülbül avaz deyən də, bülbül, oxu axıra qədər.
Mənim də mahnılarım var da. Nə mahnın var? Hə. Süt kimi aqar ilə, çoxlu bar ilə. Süt kimi aqar ilə, çoxlu bar ilə. Qış ilə, bahar ilə. Zindəyəm köməklə. Düş. Yenim. Düş. O nə mahnıdır? Bax, o mahnının sözlərində baharın adı keçir. Heç orijinal deyil. Bax, Novruzun orijinal mahnıları var. Nə? Şəkər bura, paxlava, bəzək verir xonçaya, bahar necə yaraşır Azərbaycana. Hey! Bizdə, məndə də var da şey. Nə var? Jingle bells, jingle all the way. La 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 sözdən bilmirəm. La 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 la. Hə, o xarici də o keçmir bu söhbətə. Onda Azərbaycan şey var. Nə var? 21 qar yox gözlə. Yeni ilimdə səni sev. Yox, Elə mahnı yoxdur. Mən qar qızıyam. Yox. Gözlə mən sənə kömək edeyim. Sən aytlara mahnı oxuyum. Ha, kömək elə. Şaxta baba nə var yenə? Söz dedim keçən il sənə. Ah ki sən nə sırtıq adamsan. Əynivə mahnı. Hə, bu nə mahnıdır? Ayıbdır. Hə. O boyda uşaqları sevindir. Bütün dünya mənə hörmət edir. Sırtıq adamsan nə də? Hə, utandım ya ki. Bu mahnını mən eşidəndə çox pis olmuşdu. Mən o boyda uşaqları sevindirirəm. O bu dişilirəm bax. Bacanaq, bilirsən nətərdir? Bax, sən qəbul eləməlisən ki, səni artıq istəyən yoxdur. Heç gözləyən də yoxdur. Sənə inanmır bu insanlar. Düz deyirsən. Hə, düz deyir. Artıq o əvvəlki yeni il babası qalmayıb. Daha bacadan girib evə hədiyyə qoymaq olmur. Amma Navastroykada qalır. Qapıya da kod qoyublar, içəri girə bilmirsən. Əvvəllər hamı əl-ələ verirdi, deyirdi ki, Şaxta baba, Şaxta baba, Şaxta baba. Mən də gəlirdim. İndi heç nə demirlər. Əvvəl ancaq məclislərdə, yeni illərdə, tədbirlərdə Şaxta baba olurdu. İndi mənlə bir yerdə Maşa Midvet də gəlir. Halk gəlir. Iron Man gəlir. O bir dənə baş aşağı gedən şey var, panda. O gəlir. Əvvəl mənə deyirdilər ki, ay Şaxta baba, dəyənəyini yerə vur, yolkanı yandır. İndi yolkanı Spider-Man yandırır. Yax, mənə o istəyən yoxdur. Düz deyirsən. Sən nə tez belə həvəsdən düşdün? Keçənlə belə deyildi, biz dirəşirdik, biraz bəlkə danışaq yenə, biraz müzakirə. Haqlı tərəflərim var daha çox, haqlı tərəflərim var. Həqiqət deyirsən? Hey, mən belə baxıram ki, arvad düz deyir. Mən çıxıram pensiya. Hə? Yeni ildəki gətirmirəm. Neyinirsən? Altdan şalvar geymişəm, bu qədər tam qox. Mən bir dənə WhatsAppda qar qızına səs atım. Qar qızı. Mən hədiyyələri paylanmayacam. Gedib özün uşaqlara hədiyyəni verərsən, yeni ildə sən eləyərsən. Mən eləmirəm. Axır ki, mən deyənə gəldin, çatdın, hə? Gəldim, çatdım, hə, evdəyəm, gözün aydın. Onda gəl televizor açaq, qəşəng bayram proqramları gedir, baxaq, əylənək biraz. Baxaq, görək, nə Aha. Qar ərimiyib, belə də. Əriyən qar deyil. Evin buzundan əriyər. Salamlayıram hər kəsi. Mən Beynəlxalq Bayramlar Komitəsinin sədri Bayram Bayramzadəyəm. Hamınızı xoş gördük. Amma aldığım son məlumata görə Şaxta baba müəyyən səbəblərə görə işə çıxmayacaq. Və ona görə də 2026-cı il ləğv olundu. Hamımız 2025-ci ildə qaldıq. Məsələn, yeni il olmayacaq. Yox. De sən öl. Sən öl. Bu televizor danışır ki mənlə. Oturaq, kosasan mən də Şaxta babayam. Burada hər şey ola bilər. Yeni il olmayacaq. Qaldıq. Qaldım Daya, ne onda 2025-də. belə çıxır ki, Novruz da olmayacaq. Ay kişi, nə danışırsan? Ay Kosa, nə Novruz olmayacaq? Evin hər yerində səməni düzəltmisən ki, Novruz bayramında satarıq. Bəs biz o qədər səmənini neyniyəcəyik? Mən onu qabaqçıdan fikirləşmişəm. Tofiq Bəhrəmov stadionunun o törtüyü hərdən pis gündə olur axı. Səmənləri satarıq, ora düzəllər yerə. Hə, pis o da, əla. Bir dəqiqə dayan ne? İndi 2026 girməyəcəksə, deməli mənim seriallarımın yeni sezonu olmayacaq. İndi mən bilməyəcəm Cihanla Aliyan axır necə oldu. Dərdə bax.
Cihan ailə nədir? Mağaranın ipotekası bu il qutarır, indi o qutarmayacaq. Siz mağaranı ipotekaya götürmüsünüz. Yox, mən nəyə götürmüşəm? İpotekaya götürmüşəm də. Ay qulaq as, o mağaranın heç olmasa qapısını düzəltdirərdiniz. 40 dənə qapı var ya orada. Ay biz sizə qonaq gələndə o 40-ın açana qədər yoruluruq. Bir dəfə dayımla gəldik. Dayım 23-cü qapıda yox oldu. Qaldı arasında qaldı. Nə oldu? Ben tapan biri elədi kişini. Şaxta baba. Mən bayaq deyirdim sən o sözlər. Onların hamısı zarafat idi. Mən sənə zarafat. Nə zarafat? Bir dənə söyləyim, sən çox vacib adamsan. Nə bilim. Gəl, sən işə çıx. Yeni ili bizə gətir. Zor dedi. Sən o bu yeməlidim, onu ye. Boynuzdan geleyim məndən, məni basmayacaq. Deyən. Bülməliyim də səni. Bilmədiyim nə deyə? Lülə zatdı, otur dayan orada. Narahat olma, qoymayacam yesin, qoymayacam. Mən yeni ilə girmək istəmirəm. Mən işləmək istəmirəm. Mən pensiyadayım, əziz dostlar. İşləmirəm. İşləmirəm də. Kosa, ay Kosa. Kosa, eşitdiklərim düzdür. Şaxta bu işləmək istəmir. Yeni il olmayacaq. Düzdür, cırtdan. Dedi pensiyaya çıxacam. Ay Şaxta baba. Can cırtdan, eşidirəm sən, cırtdan. Bu nə ayaq üstə yatır, ha? Mən həmişə soruşurdum ki, kim yatmış, kim oyaq. Deyirdi, hamı yatmış, cırtdan oyaq. Bu neçə ildə oyaqdır, indi ayaq üstə ona görə yatır da. Bu canda sən Amma həmişə istəyirdim ki, bunu yeyim. Sən can qoymam basmadayım. Yo, mən yatmamışdım, ülgülüydüm. Qoyma mənə yaxın. Xahiş edirəm, qoyma. Şaxta baba. Ay Şaxta. Eşidirsən? Şaxta baba nə olacaq? Daşı töşətəyindən çıx, bu gün işə nə olar? Yeni il qoy gəlsin. Mən boyumdan müalicə alıram. Həkim demişdi ki, sənin bir bilə boyun uzanacaq. İndi olmur o il. Mənim boyum belə qaldı. Şaxta baba. Mırıldayır ha. Qulaq as. Eşitsən, yaxşı sakit. Qulaq as. Bax. Başa düşürəm sizin dərdlərinizi, amma mən bağışlayayım, mən pensiyadayım. Cırtdan, nəsə elə də cırtdan, sən yaxşısan belə Mən şeylər. bilirəm səninlə nətər danışmaq lazımdır. Hə. Musiqi zəhmət olmasa. Yo, yeah. Mən cırtdanam, boyum qısa, sözüm uzun. Mən cırtdanam, nağıldan gəlmişəm, gəl səsi qulaq as, bu balaca gəlir. Mən cırtdanam, amma benim turbo, sözüm ateş açı, qaçmağa yeri yoxdur. Brrra, brrra, sən olmasan yeni il gəlməz, sən olmasan şam ağacı sadəcə ağaçdır. Brrra, gecə soyuq evlər səssiz, uşaq baxır pəncərədən gözləri ümidsiz. Hayat odur, kürəyini düzəlt, gəl. Bu gecə sənin gecədir, Şaxta baba gəl. Şaxta baba qulaq as bir an, bu səs balacadır, amma dərdi yaman. Sən olmasan yoka depressiyada, bəzə yasılıb, amma ümid yox axadadda. Uşaq baxır qapıya, qapı baxır uşağa, listen up baba gəl. Brrra. Bir gecəli işdi, sonra yat il boyu. Qar yoxdursa möcüzə hardan gəlsin? Sən olmayanda bu gecə niyə sevinsin? Sən hədiyyə deyilsə mən sən ümidlisən. Bir gecəlik sevinç, bir ilin nəfəsisən. Sən olmasan New Year, don't drop, clock stop, world freeze, full stop. Sen olmasan şam ağacı, just food, lights off, vibes that not go. Hey, from Baku to the globe, let us know, kids screaming your name. Ho, 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 yeah. Bu zarafat değil, no joke, no play. Bu gece senin gecendi, Şaxta baba gel. Yey! Bravo! Bravo. Nətər idi Şaxta baba? Əlaydı. Mənim xoşuma gəldi, mən yeyim də onu. Deyən də, bir də deyən. Əlaydı, amma ətər deyim. Biraz belə xoşuma gəldi, amma yenə də fikirləşirəm ki, yaxı, yeni ilə girməyim. Nətər yox, cırtdan, bax sən də gəldin. Bunu fikrini dəyişdirə bilmədin, biz neyniyəcəyik? Nə bilim. Nə cırtdan, sizin hamınızı çox istəyirəm, amma mənim bu fikrimdən daşındırmaq üçün ən sevdiyim aktyor Elməddin Cəfərov da gəlsə, mən fikrimi dəyişən deyiləm. Üzr istəyirəm. Qapınız ərimişdi deyin, daha döymədən girdim. Nətər xoş gördüm. Öyle təcrübələr söyləmir. Hamınız normalsınız, bir də anormal mənəm də burada. Biriniz kesasınız, çosasınız, nə bilim divsiniz. Nətərsiniz, neyinirsiniz? Yaxşıyam. Görüm əsilsən. Əsildir ya. Əsil Elməddindir. Nə dersin? O nədir?
Quş nə eləyir? Mənim ürəyim də sizin zarafatlarınızdan ürəyim gedir. Alım quşumu uçurdum səni. Qəşəng də. Qəşəng. Nətər sən nə Yaxşı, edirsən? sən də sən. Belə də şey Yaxşı alasan. pensiyadayım, daha çıxmaq istəmirəm işə. Yəni əslində çıxmaq, yəni düz eləyirsən. Elə sən pensiyalıq adamsan, amma bizi də fikirləş də. Sən pensiyaya çıxsan, gör bizdə nə olur. 2026 gəlmir. 26 gəlməyəndə təzə model maşınlar çıxmır. 17-18 telefon modelləri var, onlar çıxmır. Risovqalıq ölür. Mənim işim batır. Yeni sezona başlaya bilmirəm. Bu boşun işdət də. Sən bizə ziyan vermək istəyirsən, hə? Düz deyir, düz deyir, yox, düz deyir. Məntiqlidir. Heç mən belə fikirləşməmişdim. Hə, onda keçsən işinin başına, mən gedirəm serialın çəkilişinə. İşini gör, mən getdim. Elmədi müəllim. Day, bura qədər gəlmişkən deyirəm, Kosanın da payını verərdinizə. Ağzının payını verərdim sənin. Cəmaatın şaxta basa hədiyyə paylayır. Sən niyə bizi görəndə pay padarka istəyirsən? Bir əl açıqlığın olsun da. İşləyirik, həvəsdən düşmürük, işləyirik. Əxlaqsa qız. Ay. Elməddin gəlməyə əla oldu. Mən o serialda şey eləməsə cəmaata pul verənməz ki, işsiz qalarlar da. Mən fikirləşdim ki, mən işə çıxmasam nə qədər faciə olar. Çox böyük faciə olar. 2026-da çox insan ümidləri var. Onda mən qərar verirəm ki, yaxşı, işimə başlayıram. Amma bir şey deyim, işimə başlayardım prosto. Əslində onsuz da qar qızına demişəm də, qar qızı hamısını eləyir də. Niyə narahatıq ki? Qar qızı bütün hədiyyələri paylayır da. Şaxta baba! Boy! Şaxta baba! Qar qızı? Şaxta baba, Nə oldu? bilmirəm sənə necə deyim, xizəyi vurdum. Bu hava boşluğunda xizəyi hara vurdun? Nə tapdın sən göydə? Mən də bilmədim, reska qabağıma durna sürüsü çıxdı. Mən də durna sürüsünü vurmamaq üçün getdim, girdim bazara. Nə bazarı? Qarğa bazarına. Hə, sən demə göydə qarğalar bazara çıxmış. Heç nə belə maraqlıdır, hə? Maraqlıdır. Elə də maraqlıdır. Bir də ki, Bir şey deyim. hədiyyələr dağıldı yerə. Hədiyyələr dağılır yerə? Bilmirəm bu qarğaların göydə bazar asmağına təəccüblənim, yoxsa hədiyyələrin yerə dağılmağına təəssüflənim mən. Mən nətər edəcəm? Yeni ilə də az qalıb. Biz 5 liyə qalıb yeni ilə. Mən gedim onda hədiyyələri yığım da bu Biz sənə uşaqlar kömək yazıb. eləyərik. Doğrudan deyirsən, Hə, hə? həyatım. Bu şeylərin bura gəlməyində səbəb bizik. Hə? Biz hamımız bir olub, həmrəy olub, yeni ili qaytararıq. Nə yaxşı. Gəldi. Axır ki, süpürgəmi parkovka eləməyə getdim. Əla. Onda biz gedək. Sən də get süpürgəni xodda. Gedək yeni il xilas eləyək. Getdik! Ay, tomatın ürəyini ver. Sesi tut onu, sesi. Kız sesi. Sən zarafat elə